Herkese salam. Bugün bizim çəkiliş günümüzdür. Ona göre düşündük ki sizin için küçük bir vlog çəkək. Vlogumuza hoş gəlmisiniz. Çəkilişə başlamaq üçün təbii ki, əvvəlcə Nuranə ilə görüşməli idim. Ona görə də ilk olaraq onunla görüşməyə getdim. Mən metrodan istifadə edirəm. Buna görə Seul metrosunun necə olduğunu videoda izləyə bilərsiniz. Cənubi Koreya metrosu çox təmiz və rahatdır. Yayda kondisioner, qışda isə istilik sistemi işləyir. Mən artıq çatmışam və hal-hazırda Nuranəni gözləyirəm. Nuranə ilə görüşüb biz studiyamıza gedəcəyik. Ona görə izləmədə qalın. Yolumun üstündə belə bir maraqlı yerə gəlib çıxdım. Deyəsən burada rəsmlə məşğul olurlar. Sifarişlə rəsm əsərləri çəkirlər. Təsvir olsun ki, mağaza bağlıdır. Yerin adı Grimlight. Fransızca başa düşürsünüzsə oxuya bilərsiniz. Bu isə səhv etmirəmsə qiymətlərdir. Coloring template. Demək olar ki, hamısı 20.000 wondur. Bir dənə DIY 10.000 won. Görün kim gəldi. Salam, necəsən? Öldüreceğim beni, gide 2 tane var. Wash Center var. Orada yoga dersləri də var belə. Yaşlılar üçün də nələr şey verir? Var, burada şeylər nədir? Popçi senterlər falan çox şey keçirirlər. Nuranə ilə görüşdükdən sonra çəkiliş studiyasına yollandıq. Studiya binanın zirzəmisində yerləşir və ən əsası istifadəsi ödənişsizdir. Videoları çəkməzdən əvvəl mütləq şəkildə mətnə göz gəzdirib məşq edirik. Sizcə biz burada nə cür videolar hazırlayırıq? Fikirlərinizi rəy bölməsində bildirə bilərsiniz. Deməli biz hal-hazırda çəkiliş aparırıq və bir müddətlik pauza verməyə qərara gəldik. Çox maraqlıdır əslində belə bir studiyaların olması və Cənubi Koreya kontent yaradıcıları üçün həddən artıq çoxlu imkanları yaradır. Bu bizim studiyamızdır. Yaşıl ekran da var. Sonra belə bir studiya da var. Çox balaca bir studiyadır. Yəqin ki, videoları falan editləmək üçün, montaj etmək üçün bir studiyadır və yaxud da səs yazmaq üçün. Sonra belə bir studiyada var. Bu da yəqin ki, podcast üçün və yaxud da stream aparmaq üçün bir studiyadır. Kiçik bir studiyadır. Bu isə sonuncu bir studiyadır. Ümumilikdə 4 studiya var və bu studiyada softboxlar da var. İşıqlandırma avadanlıqları. Studiyalardan əlavə orada istirahət zonası da var. Burada insanlar rahat şəkildə oturub dərs oxuya, musiqi dinləyə və ya xoş vaxt keçirə bilirlər.
işimiz bitdi artıq və İndi isə editləmək vaxtıdır. bəli, bəli. Ən adama çətin gələn yer. Və salam. Bununla da bizim çəkiliş günümüz bitdi. Gəl buyur. Getdik. Güneşli bir Koreya günündən. Gedək meybə tərəvəzlərə baxaq. Bunu mənə verdi bu arada yenə. Ah Qorxan, ah Qorxan. Neynəsə də razı düşmürəm Orxandan. Əriklər də satılır. Bu bir səbət 3000 won. Koreyada deməli yemişlər biz bildiyimiz yemişlər kimi deyil. Belə bir formadadılar. Dünən bir yerdə çeri baxdım. Elə ki ancaq 10 minə və 15 minə var idi. Mən də amma keçən dəfə çox yemişdim də, qarnın ağrısına düşdüm də, istəyirdim alayım da. Dedim ki, mənə 5 minlik satarsınız. Dedi ki, yox, ancaq 10 min və 15 minlik. Niyə? Açıq çeridir, nə dəxli var? Bizdə məsəl üçün gedirik 2-3 manatlıq alırıq da, atıram. Dedi, yox, satanmaram. Dedim, yaxşı almıram mən də. Bax, almam. Bir daha gəl alma var. Alma deyil, bu armuddur. Hə, bir daha. Mən meyvə bilgilərim. Özdə Koreya armududur. Qırıq meyvə bilgilərimlə. Bir dənə göstər. Koreya armudu. Sizə deyirəm, armudu, Koreya armudu. Sulu, bəhbək, cəbdən bundan alırım. Nuranə ilə sağollaşdıqdan sonra evə getmək üçün yenidən metroya mindim. Məncə, həmin günümüz çox produktiv və kreativ keçdi. Evə qayıdarkən bir mağazaya girdim ki, özümə açdırmalıq nəsə alım. Oradan isə birbaşa evə yollandım. Sizə xoş gün arzulayıram. Biz isə növbəti videolarımızda görüşəcəyik.